Salam əziz abituriyentlər. Bu gün sizinlə yeni toplumun sualı olan belə bir testi nəzərdən keçirəcəyik. Deməli, bizə şəkildən görünür ki, A, B qarşılı ötürməsi verilib. Ayrı-ayrılıqda baxsaq, A və B hər ikisi diskdir. Bizə deməli onların radiusları verib. Yəni, R1, A cisminin diskinin radiusu R1 2 metrdir. B diskinin radiusu isə 4 metrdir. Və SA-nın yer dəyişməsini verib bizə. A cisminin yer dəyişməsi 4 metr. Və SB-ni soruşur. Biz burada S bərabərdir 2R sinus teta bölünsün 2 düsturundan istifadə eləməklə bu testin cavabını ala bilərik. Amma gəlin biz bu düstur hardan çıxır, hardan gəlir onu tapaq. İsbat edək yəni. Belə bir çevrə çəkək. Deyək ki, cisim A-dan B-yə qədər yerini dəyişir. Bura qədər gəlir və müəyyən bir göz çizir. Burada deyək bir O mərkəzi. A-dan O-ya və B-yə çəkək. Biz bilirik ki, bunlar hər biri çevrədə radiusdur. Bunları tamamlasaq belə. Bunlar hər biri diametrdir. Diametrin də yarısı radius olur. Və deyək ki, bu A və B cismi göz çizərkən O ilə bir müəyyən bir bucaq əmələ gətirir. Məsələn, düsturda teta verilib. Gəlin bizə teta deyək. Müəyyən bir teta bucağı əmələ gətirir. Digər tərəfdən də biz bilirik ki, cismin başlanğıcını və sonunu birləşdirən istiqamətlənmiş düz xətt parçasına yer dəyişmə deyilir. Bunları birləşdirdik, alırıq yer dəyişmə. Burada deyirik müəyyən bir S. Biz burada üçbucaq aldıq. Üçbucağın iki tərəfi bərabərdir, hər iki tərəfi R-dir. Amma AB tərəfini isə bilmirik, müəyyən bir bucaq əmələ gətirir. Gəlin də həmən hissəni tapaq. Burada da biz istifadə edəcəyik kosinuslar teoremindən. Kosinuslar teoremi. Deyirik ki, kosinuslar teoremində AB tərəfinin kvadratı bərabərdir. Üçbucağın iki tərəfinin kvadratının cəmi ilə, yəni OA-nın kvadratının cəmi ilə OA-nın kvadratı üstə gəlinsin OB-nin kvadratı çıxılsın. Həmin o iki tərəfin hasilinin 2 vurulsun OA, OB, onlar arasındakı qalan bucağın kosinusu. Kosinus teta. Aldıq. Gəl yerinə qoyaq. Biz AB-yə nə dedik? Dedik yer dəyişmə, düzdür? Başlanğıcı və sonunu birləşdirib. S demişik. AB-nin kvadratı olduğuna görə S-in kvadratı. Sonra yazırıq OA-nın kvadratı. OA-ya demişik R, yəni R-in kvadratı. Üstə gəlinsin OB-nin kvadratı, yenə R-in kvadratı. Çıxılsın 2 vurulsun OA R, OB-yə R demişik. Kosinus teta. Gəlin biraz da sadələşdirək. S-in kvadratı bərabərdir. R-in kvadratı üstə gəlsin. R-in kvadratı edir 2R-in kvadratı. Çıxılsın 2 qalır yerində. R-ə vuranda edir R-in kvadratı. Kosinus teta. Baxırıq indi. Sadələşdirir daha da. 2R-in kvadratı, 2R-in kvadratı. Ortaq vuruq kimi mötərizə xaricinə çıxarıla bilər. S-in kvadratı bərabərdir. 2R-in kvadratı çıxır mötərizə xaricinə. 1 çıxılsın kosinus teta. Biz hər tərəfdən kök ala bilərik. Amma kök almamışdan əvvəl baxaq bir dənə bu ifadəyə. Trigonometrik ifadələrdən yadımıza salmağa çalışaq ki, kosinus 2 alfaya biz demişdik ki, 1 çıxılsın 2 sinus kvadrat alfadır. Düzdürmü? Gəlin biz burada müəyyən əvəzləmələr aparaq. 2 alfaya deyək teta. Alfa bərabərdir teta bölünsün 2-də yazmaq olar həmçinin. İndi aparaq yerinə qoyaq. 2 alfaya dedik teta. Kosinus 2 alfanın yerinə yazıram. Kosinus teta bərabərdir. 1 çıxılsın. Sinus kvadratı alfa düzdür. Alfaya dedik teta bölünsün 2. Sinus kvadratı bu dəfə alfanın yerinə yazırıq. Teta bölünsün 2. Bizdə yuxarıda verilən ifadədə 1 çıxılsın kosinus teta düzdür. Biz bu ifadədən 1 çıxılsın kosinus tetanı almalıyıq. 1-i tənliyin sol tərəfinə keçirək. Kosinus teta çıxılsın 1. 1-i tənliyin sol tərəfinə keçirdik. Oldu mənfi. Bərabərdir. Mənfi 2. Sinus kvadratı teta bölünsün 2.
Bizdə ifadə 1 çıxılsın kosinus teta olduğuna görə gəlin hər tərəfi vuraq -1-ə. Alınsın 1 çıxılsın. -1-ə vuranda -1 oldu müsbət. Kosinus teta müsbət olacaq mənfi. Çıxılsın kosinus teta bərabərdir. -2 sinus kvadrat teta bölünsün 2 idi olacaq müsbət. Çünki -1-ə vurduq. Sinus kvadratı teta bölünsün 2. Aha. Aldıq yenə yuxarıdakı bu ifadənin ki, yerinə. 2 sinus kvadratı teta bölünsün 2 imiş. Gətirək yerinə qoyaq indi. Qaldı nə? S kvadratı bərabərdir. 2 kvadratı 1 çıxılsın sinus kvadratının da yerinə bu ifadəni qoyuruq. Yəni olur 2 sinus kvadratı teta bölünsün 2. Teta bölünsün 2. Gəlin hər tərəfi vuraq indi. S-in kvadratı bərabərdir. 2 kvadratını 2-yə vuranda 4 kvadratı sinus teta bölünsün 2. Aha. İndi hər tərəfdən gəlin kök alaq. S kvadratı kökün altında bərabərdir. Kökün altında 4 kvadratı sinus teta bölünsün 2. S kvadratı ilə kök gedir, qalır yerdə S. 4 kvadratından çıxır 2 Sinus kvadratı idi burada itirmişik. Sinus kvadratına da çıxır sinus teta bölünsün 2. Aha. Aldıq yuxarıdakı ifadəmizi. Düzdür? İndi gəlin məsələmizə baxaq. Bu düsturu isbat elədik ki, hardan gəldi? Məsələmizdə bizə verilib ki, deməli, birinci, yəni A cisminin radiusu R1 olanda yer dəyişməsi olub 4 metr. Gəlin, ilk öncə baxaq ki, bu hansı deməli mexanizmdir? Deməli, qarşılı ötürmə. Düzdür? Qarşılı ötürmədə biz qayda olaraq nə demişdik? Dedik ki, qarşılı ötürmədə sürətlər bir-birinə bərabərdir. V1 bərabərdir V2. Düzdürmü? Həmçinin də V-nin digər bir düsturu, yəni xətti sürətin düsturu omega R idi. Gəlin, bunları bir dəfə R1 yazaq, V1 yazaq, bir dəfə də R1 yazaq. Digər tərəfdən V2 bərabərdir. Omega vurulsun R2. Omega bölünsün R2. Bunları tərəf-tərəfə bölsək, görərik ki, deməli, omegalara da 1-2 deyək. Çünki burada bucağım elə gəlib, indi ondan istifadə edəcəyik. Və V-lərə V1, V2 deməyə də əslində ehtiyac yoxdur. Çünki bunlar da 1V-yə bərabərdir. Və V1, V2-ni onda silsək, V-yə bərabər olduğu üçün tərəf-tərəfə böləndə, deməli, bunlar gedir. Qalır yerdə. Omeganın da R hasil olduğuna görə, deməli, tərs mütənasiblər. Omega 1-in omega 2-yə nisbəti bərabərdir. R2-nin R1-ə nisbəti. Tərs asılıdırlar bunlar bir-birindən. Digər tərəfdən də biz bilirik ki, omega bərabərdir. Fi bölünsün T-dir. Fi burada bizdə nə idi? Dönmə bucağı. Biz bucağı düsturumuzda teta ilə işarə eləmişik. Amma burada isə fi bölünsün T-dir. Gəlin buradan biz fi-ni tapaq. Fi bərabərdir. Gəlin 2 dəfə yazaq bunda. Omega 1, fi 1, omega 2 bərabərdir. Fi 2 bölünsün T. Ya da belə edək. Omega 1 bölünsün omega 2 yazmışıq. Düzdür. Bizdə şərtdə verilmişdi ki, baxın, testin şərtinə verilib ki, R2 4-dür, R1 isə 2-dir. Gəlin burada yerinə qoyaq elə. Omega 1-in omega 2-yə nisbətini tapaq. 4-ü bölək 2-yə, alaq 2. Düzdür? Yəni buradan alacağıq ki, buradan alırıq ki, omega 1 bərabərdir 2 omega 2-yə. 2 omega 2 aldıq. Deməli, tapdıq bunu. İndi də omega 1 bərabərdir fi bölünsün T, omega 2 bərabərdir fi bölünsün T2 aldıq. Düzdür? Fi-ni buradan tapsaq, fi bərabərdir omega T edir. Yəni, fi ilə omega düz asılıdır. Düzdürmü? Fi 1-in fi 2-yə deyiriksə əgər, omega 1-in də omega 2-yə deməliyik. Və biz də aldıq ki, omega 1 bərabərdir 2 omega 2. Gətirib burada yerinə yazsaq, omega 1-in yerinə 2 omega 2, omega 2-nin də yerinə elə omega 2 yazırıq. Bunlar getdi, qalır fi 1 bərabərdir 2 fi 2-yə. Aha. Fi 1 bərabərdir 2 fi 2-yə. İndi buradan fi 2-ni tapsaq, nə edir? Fi 2-nin yanında 2 var, düzdür? Fi 1 bölünsün fi 2. Aha. Gəlin indi misalımıza qayıdaq. Deməli, biz bucaqları tapdıq.
Düsturları aldıq ki, bir dəfə S1 bərabərdir 2R1 sinus teta bölünsün 2 olacaq. Gəlin biz bunu hesablayaq. Sinus S1 yəni yer dəyişməyə vermişdi bizdə 4. 2 olduğu kimi yazırıq çünki düsturdakı 2-dir bu. L1-ə də vermişdi 2. Sinus teta bölünsün 2. Aha. 4 4 böləndə edir 1. 1 bərabərdir sinus teta bölünsün 2. Sinus da 90 dərəcədə 1 alır. Sinus 90 dərəcədə 1 aldığına görə yazırıq ki, həmçində bunu belə qeyd edə bilərik ki, pi'lərlə istifadə edərik. Sinus 90 dərəcədə 1 alır. Yəni burada pi bölünsün 2 yazsaq, pi'ni 180 dərəcə kimi qəbul edirik, düzdürmü? 180-i böləndə 2-yə olur 90 dərəcə. Radiandan bucağa keçid. 180-i böldük 2-yə edir, deməli 90 dərəcə. 90 dərəcədə 1 alır. Deməli biz buradan belə qəbul edə bilərik ki, ya da belə yuxarıdakı düsturdan da istifadə edə bilərik. Fi 2 bərabərdir fi 1 bölünsün 2, düzdür? Biz bunu buradan tapdıq. Teta bölünsün 2 bərabərdir 1 aldı. Düzdür? 180 sinus teta bölünsün 2-də 1 aldı. Gəlin ikinci üçün yazaq. S2 bərabərdir 2 R2 sinus teta bölünsün 2. Baxırıq indi. S2-ni biz tapmalıyıq. Bilmirik. Vurulsun R2-ni verilmişdi bizə şərtdə 4. Sinus teta bölünsün 2-nin yerinə isə yazırıq ki, biz burada bucağı neçə almışdıq? Məsələn, burada ikinci bucaq üçün baxırıq da, düzdür? İkinci üçün tapmışdıq fi bölünsün, fi 1 bölünsün 2. Burada niyə fi ilə yazdıq? Çünki düsturdakı fi'dir. Amma teta da müəyyən bir bucaqdır. Yəni, eyni kimi qəbul edə bilərik. Onda tetanın yerinə yazarıq ki, teta 2 bərabərdir fi 1 bölünsün 2-dir, düzdür? Gətirib tetanın yerinə yazsaq əgər, teta bölünsün 2 məxrəzdəki 2-nin olduğu kimi saxlasaq, onda alınır S2 bərabərdir 8 sinus teta bölünsün 4. Düzdür? Biz də dedik ki, burada fi, teta fərqi yoxdur. Hər hansısa bir bucaqdır. Yenə biz bucaqdan keçmək istəsək nə qədər olduğuna, bunu tapmaq istəsək neçə dərəcə olduğunu, 180-i yenə böləcəyik 4-ə. 180-i böləcəyik 4-ə ki, biz S2-ni tapaq. Bayaq rahat idi, düzdür? 1 verilmişdi. Sinus teta bölünsün 2 idi, 1 idi. Biz bilirik ki, trigonometrik qiymətlərdən 90 dərəcədə sinus 1 alır. Amma indi burada verilməyib deyə bizə, biz S2-ni axtarırıq deyə, biz tapmalıyıq bunu. O da teta müəyyən bir bucağa keçmək üçün 180-i bölürük məxrəzdəki qiymətə. Yəni 180-i 4-ə bölürük, edir 45 dərəcə, dərəcəyə keçmək üçün. 8 sinus 180-i də 4-ə böləndə edir 45 dərəcə. 45 dərəcə. S2 də bərabərdir 8 sinus 45 dərəcədə də alır kökün altında 2 bölünsün 2. Gətirib yerinə qoysaq, kök altı 2 bölünsün 2 edir 4 kökün altında 2 metr.